Ayna üzerine resim çəkirəm. Birinci gün. Gəlin sizə bu günü ən başdan danışım. Səhər tezdən yoldaşımla beraber hazırlaşıb yollanırıq meydana doğru və gəldik meydanda yerləşən Louvre kafesinə. Burada yeni il abu havasında həm aynalar, həm də ki qapıların üzərində resim çəkmək lazım idi. Biz də səhər tezdən gəlib başladım aynalardan başlayaraq resimləri çəkməyə. Sizi bilmirəm, amma mən yeni il abu havasını həddən artıq çox sevirəm. Buna görə də yeni il öncəsi hazırlıqda mənim daha çox xoşuma gəlir. Rəsmi çəkməyə başlayarkən elə birbaşa boyalardan başladım. Çünki həm ayna üzərində çəkildiyi üçün, həm də ki rəsmlər asan olduğu üçün eskizə ehtiyac qalmadı. Elə birbaşa boya ilə çəkərək rənglədim. İndiyə qədər həm kağız, həm divar üzərinə rəsm çəkmişəm. Eyni zamanda hətta parça üzərinə və boş qablar üzərinə belə rəsm çəkmişəm. Amma ayna üzərində rəsm çəkməyində ayrı bir keyfi var. Bu çəkdiyim personaj isə cizgi filmdə ən çox sevdiyim personajlardan biridir. Bu arada ilk başda qaşlarını çəkməyi unutmuşdum, ona görə fərqli görsənir. Təbii ki, sonradan onu da düzəltdim. Mən dizayn olaraq Pinterestdən rəsmləri seçmişdim və seçdiyim rəsmlərə əsasən dizaynı dəqiqləşdirib elə birbaşa ayna üzərinə çəkdim. Hər bir işdə olduğu kimi təbii ki bu işin də öz zəhməti və əziyyəti var əlbəttə. Günün sonunda həm zehni, həm də fiziki olaraq insan yorulur. Amma təbii ki sevgi ilə görülən işin nəticəsi də hər zaman gözəl olur. Və gün ərzində təxminən 3 saat zaman ayırdım. Düzdür, çəkdiyim rəsm o qədər böyük değildi, amma incə işdə çox zaman aldı. Bu isə bugün çəkdiyim rəsmin bir hissəsidir. Növbəti vlogda isə sizə tamamilə bitmiş halını göstərəcəm. Təbii ki hər zaman olduğu kimi fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Növbəti vlogda görüşənədək.